Herkese selamlar. Bugün 12 aprel 2025 tarixində keçirilmiş 9. sinif buraxılış imtahanında riyaziyyat fənnindən düşmüş sualların həllinə baxacağıq. Gəlin başlayaq 57-ci sualda. 57-ci sualda bizə deyilir, ifadəsinin qiymətini hesablayın. İlk olaraq verilən ifadəni yazaq. (12 4'te 3 bıraq 2 çıxaq 27 bölək -4'te 3'ün kvadratı bərabərdir. İlk olaraq bunu düzgün olma kəsə çevirsək, eləyir 4'te 48 51 bıraq 2 çıxaq 27 bölək kvadrata yüksəlsək mötərizə mənfinin kvadrat edir müsbət, yəni 16'da 9 bərabərdir. 4'te 51 ixtisar gedir, qalır 2'də 51. 2 ilə 4 ixtisar getdi. Çıxaq 27. Vuraq 9'da 16. Bərabərdir. Bölmə nədir? Birinci kəsir olduğu kimi qalır, ikinci kəsir tərsinə çevrilir. Bunu da yazanda 2'də 51 çıxaq 2'də 54 kimi yaza bilərik. Vuraq 9'da 16. Bu eləyir 2'də -3 vuraq 9'da 16 bərabərdir. 2 ilə 16 ixtisar getdi, qaldı 8. 3 ilə 9 ixtisar getdi, qaldı 3. Bu deyilir -3'də 8. Bu deyilir -2,3'də 2. Doğru cavab D variantı. 58-ci sual. Deyir, tərkibində 2,5% mis olan 1 ton mis kolçedanından 21 kilogram mis alınmışdır. Neçə faiz mis itkiyə gedir? İlk olaraq 1 ton elədi 1000 kilogram. Minin 2,5% misdir. Bölək 100. Tapanda 2 sıfıra getdi. 10 25'e vuran elədi 25 kilogram. 25 kilogramdan 21 kilogram mis alınıb. Arasındakı fərq 4 kilogram. Nədən alınıb? 25'dən. Böldük 25'e vurduq 100. Nə qədər faiz keçəcək onu tapırıq. 25'dən 100 ixtisar getdi. Qaldı 4. 4'ü 4'ə vuranda elədi 16%. 59-cu sual. Kvadrat müstəvisində ABC kvadratını, tutaq ki, ABC kvadrat çəkdik. Müstəvi kimi çəkməyək. A, B, C, D. Bilək ki, tərəflər nədir? Bərabərdir. Diagonallar çəksək, bilək ki, bu diagonallar bərabərdir və orta nöqtədən yarıya bölünür. Tutaq ki, A-nın koordinatları 4, 1. B'nin koordinatları bilmirik. Bura x, y deyək. C'nin koordinatları 2, -1. D'nin koordinatları 2, 1. Nədir? Buradan baxanda bilirik ki, x-in koordinatı nədir? Eyni müstəvidə olduğuna görə 4, 1, x 4'dür. Y-də nə ola bilər? Əks işarə olduğuna görə deməli y-də -1'dir. 4 -1. Divaneti deyə bilərik. Həlli isə məsələn orta nöqtədən tapa bilərik. Bunun orta nöqtəsi nə edir? 6. Tutaq ki, o nöqtəsi orta nöqtədir. 6 bölü 3 -1'in üstə 1 gəldik. 1, 0. Bunlar toplandı. X'in üstə 2 gələndə x üstə gələk 2 bölək 2 bərabərdir 2'yə. Bərabər 2'yə 3'ə. Buradan x üstə gələk 2 bərabərdir 6, x bərabərdir 4. Orta nöqtənin tapılması düsturundan. Y üstə gələk 1 bölək 2 bərabər 0, y üstə gələk 1 bərabərdir 0'a, y bərabərdir -1'ə. Belə də tapdıq, belədir. Demək koordinatımız olur 4, -1. B nöqtəsinin koordinatları. 60-cı sual. 60-cı sual çox həddən bloklara ayırın deyir. Bloklar müxtəsər ki, bu A kvadratdır. Buna B kvadrat kimi baxsaq, A çıxaq B, A üstə gələk B kimi. Bunu baxsaq, 16 nədir? 4'ün kvadratı kimi. Yəni A çıxaq 5 çıxaq 4. Bir dəfə fərqi, bir dəfə də cəminə bərabərdir.
Buradan tapırıq ki, A çıxaq 9, vuraq A çıxaq 1. Doğru cavab A variantı. 61-ci sual. Deyir, üçbucağın tərəflərinin 16, 18, 20 təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələrində olan üçbucağın perimetrini tapın. Bilir ki, orta nöqtə olduğuna görə çəkilən bu tərəflər ortaq xəttdir. 20-nin yarısı 10, 16-nın yarısı 8, 18-nin yarısı 9. Toplamda eləyir bizə 27. Buradan çıxır ki, orta nöqtə ilə birləşdirən üçbucaq böyük üçbucağın perimetrinin yarısına bərabərdir. Tam səthin sahəsi 24 sm olan kubun həcmini tapın. S tam bilirik ki, 6 a kvadrata bərabərdir. Buradan 24 bərabərdir 6 a kvadratına. A kvadratı bərabərdir 4-ə. Buradan a-nı tapdıq 2. Bizdən də həcmini istəyir a kubuna. Bu da bərabərdir 2-nin kubu. O da eləyir 8. Doğru cavab C variantı. 63. Çevrənin uzunluğu 32. C bərabərdir 2 pi r-ə. 32 pi bərabərdir 2 pi r. Pilər getdi. R də bərabərdir 16-ya. Dairənin radiusunu tapın. Neçələdir? 16. 64-cü sualda. A-mız bərabərdir mənfi 5-in kvadratı. Mörtəzədə olduğuna görə mənfi nə kvadrat edir? Müsbət 25 elədi. B bərabərdir mənfi 5 kvadrat. Buradakı mənfi bu kvadrata aid olmadığına görə yazırıq mənfi 5-in kvadratı elədi 25. C-miz bərabərdir mənfi 5. Bilirik ki, ən böyük A müsbətdir. Ondan sonra C. Ondan sonra B. Yəni ki, ədəd mənfi 25'dir. A, C, B. Doğru cavab C variantı. 65-ci sual. Deyək, kəsirin məxrəci sürətindən 1 vahid böyükdür. X plus 1-də x. Məxrəc sürətdən 1 vahid böyükdür. Və bu kəsir onun tərsi ilə. Kəsir toplasaq cəmi 2,5 eləyir. Yəni, yazırıq ki, x plus 1 üstə gələk x plus 1-də bölək x bərabərdir 205. 5-ə xısa gedir, qaldı 41. 5-ə xısa gedir, qaldı 20. Otaq məxrəcə gəlsə x vuraq x plus 1-də x kvadratı üstə gələk x plus 1-in mörtəzəli kvadratı. Bu da bərabərdir 20-də 41. Buradan tapırıq ki, x kvadratı üstə gələk x kvadratı üstə gələk 2x üstə gələk 1 x kvadratı üstə gələk x bərabərdir 20-də 41. Vurub atsaq 2 burada 20-yə vuranda elədi 40x kvadratı üstə gələk 40x üstə gələk 20 bərabərdir 41x kvadratı üstə gələk 41x-ə. Bunu da bərabərin sol tərəfinə keçsək eləyir 41x kvadratı üstə gələk 41x çıxaq 40x kvadratı çıxaq 42 çıxaq 20 bərabərdir 0-a. Buradan tapırıq x kvadratı üstə gələk x çıxaq 20 bərabər 0. Bu kvadrat tənəbrukları açsaq x üstə gələk 5 x çıxaq 4 bərabər 0-a. Buradan x mənfi 5 x bərabər 4. Mənfini götürsək kəsirimiz mənfi eləyir. Mənfinin də cəmi müsbət olduğuna görə mənfi ədədi götürmür. Doğru cavab x bərabər 4 tapdıq. 4-ü tapandan sonra bizdən kəsir istəyir. X bölə x plus 1 istəyir. X-i yenə qoysaq 4. 4-ün üstə 1 gələndə elədi 5. Yəni kəsirimiz elədi 5-də 4. Doğru cavab B variantı. 66-cı sual. Bölünən 496. Bölək hər hansı bir A ədədə qismət 4
Qalıq isə 96. Bölmə əməliyyatını yazsaq 4 vuraq A. Natamam qisməti vururuq bölənə. Üstünə gəlirik qalığı. Bərabər götürürük bölünənə. 496-ya. Buradan 4A bərabərdir 496 çıx 96. 4A bərabərdir 400-ə. A da bərabərdir 100-ə. Deməli bölən neçədir? 100. 67-ci sual. Kök altında 4 üstə kök altında 25 bərabər 4 üstə kök altında 25-dən çıxır 5. Toplamda bizə verdi kök altında 9. 9-dan çıxdı 3. Doğru cavab A variantı. 68-ci sual. 68-ci sualda sürətdən 7-ni ortaq vuruq çıxarsa qalır D üstə C. Məxricdən 21-i ortaq vuruq çıxarsa qalır D üstə C. D üstə C'lər ixtisar getdi. Qaldı 21-də 7. Bu da bərabər 3-də 1-ə. 69. X bərabər -2 olarsa ifadənin qiymətini hesablayın. Gətirib yerinə qoysaq -1,5 vur -2. -3-də -2 çıx 2 bərabər hesabladı. -1,5 -2-yə vuranda elədir -3. Mənfi eləyir -3-də 2 çıxaq 2 bərabərdir. 3 vuraq 3-də 2 çıxaq 3-2 vuranda 6 bərabər 3-də getdi. 2-dən 6 çıxanda qaldı -4. 70-ci sual. AX kvadratı üstə gəlib BX üstə gəlib C bərabər 0. Bizdən B bölək A istəyir. Hər tərəfi A-ya bölsə X kvadratı üstə gəlib B bölək A. X üstə gəlib C bölək A bərabər 0. B bölək A nisbəti V terminə görə nədir? Çevrilmiş kvadrat tənində V terminə görə köklərin cəmidir. Yəni x1 üstə gəlib x2 bərabərdir. S2 mənfi bölək A-ya. Kökləri verir. -5 -3. -5 üstə gəlib 3 bərabərdir mənfi bölək A. -2 bərabərdir mənfi bölək A. Mənfilər ixtisar getdi. B bölək A bərabərdir -2-yə. 71-ci sual. 180 ədədi 1, 2, 3 nisbətində 3 hissəyə ayrılmışdır. Yəni 2x, 2x, 3x nisbətində ayırıb. Bunların cəmi bizə verir 6x bərabərdir 180-a, x bərabərdir 30-a. Deməli 30, 60, 90. Bu ədədləri tapın. 30, 60, 90. B variantı. 72-ci sual. Oxşarlıq verib. Bura alfa, beta, gamma. Alfa, beta, gamma. Bucaqlar eynisə deməli bucaqların qarşısında duran uyğun tərəflərin nisbəti bərabərdir. Alfanın qarşısındakı duran 4-ün alfanın qarşısındakı x plus 4-ə nisbət. Beta'nın qarşısındakı duran birinci buradan başlamışdan kiçik bucaqdan 2x çıxaq 5-in beta'nın qarşısında duran tərəf 6-ya nisbəti. Burada yazır ki x plus 4 vuraq 2x çıxaq 5 tənasübün xassəsini istifadə edərək 4 vuraq 6. İfadəni buraya yazsaq x plus 4 2x çıxaq 5 bərabər 4 vuraq 6. Vurub bassaq 2x kvadratı çıxaq 5x üstə gələk 8x çıxaq 20 bərabər nəyə? 24-də. 2x kvadratı üstə gələk 3x çıxaq 20 çıxaq 24 bərabər 0. 2x kvadratı üstə gələk 3x çıxaq 44 bərabər 0-a. Diskriminant bərabərdir. Deyini hesablasaq 3-ün kvadratı çıxma olduğuna görə üstə gələk 4 vur 3 vur küçüğü 2 AC 4 vur 2 vur 44 bərabər 9 üstə gələk 8 8-i 4-ə vuranda 30 2 8 4 32 35 bərabər 361-ə. Yəni bunun çıxır 19. X1-imiz bərabərdir. Mənfi B, mənfi 3 üstə gələk 19 bölək 2 vur 2. 16 bölək 4 bərabər 4-ə.
x2 bərabərdir -3 çıxaq 19 bölək 4-ə. Bu ifadə mənfi aldığına görə bizə mənfi qiymət lazım deyil. Cavabımız oldu x4. Bizə nə istəyir? X-i. 73-cü sual. 73-cü sualda 37A ədədi, bir də 2B. Bizə deyir, cəmi cüt ədəd olarsa, A üstə görə B cəminin ən böyük qiymətini tapın. Tutaq ki, biz ədədləri, cüt ədədlərin, tutaq ki, tək ədədlə cüt ədədi toplasaq, bizə verir. Bura tutaq ki, 3-dür, bu da 2-dir, 5. Yəni, tək verir cəmi. Təklə təki toplasaq, bura 3-dür, bura 5-dir. Cəmi bizə nə eləyir? 8. Bir də cüt ədədlə cüt ədədi toplasaq, bizə verir cüt ədəd. Bunları nəzərə alsaq, bu qaydanı nəzərə alsaq, indi yaza bilərik ki, ədədimizi açsaq, 3 vuraq 10-un kvadratı 100. Üstə gələk 7 vuraq 10. Üstə gələk A. Üstə gələk 2 vur 10. Üstə gələk B. Bərabərdir. 370, 390. Üstə gələk A. Üstə gələk B. Cəmi cüt ədəddir. Cəmi cüt olması üçün burada da A da B də fərqlidir. Həm də ala bilər 1-dən 9-a qədər. 0 da ala bilər. Rəqəmlər ala bilər. Rəqəm olduğuna görə. İndi hesablayırıq. A üstə görə B-nin ən böyük qiymətini istəyir. Tək ola bilər. Cüt ola bilər. Bunları nəzər salsaq və bir-birindən fərqlidir. A-ya 1 verə bilərik. 3 verə bilərik. 3, 5, 5, 7, 7, bir də 9 verə bilərik. Fərq yerlərini də dəyişə bilər, amma fərqi yoxdur da bizə ən böyük qiymətini istəyir. Cütdə isə 2, 4, 4, 6, 6, 8 verə bilərik. Cüt olması üçün. Bizdən ən böyük qiyməti istəyir cəminin. Və bir-birindən fərqlidir. Bunu cəmi eləyir. Əgər bu ədədlər olsa 6, bu olsa 10, bu olsa 14. Eyni qaydadan 4, cəmi 8, 12, 16. Ayrıca bir cəminin ən böyük qiymətini tapın deyir. Doğru cavab olacaq 16. X-ə görə y bərabərdir 5 dənənin qrafik üzərinin absisi, yəni x-i -4-ə bərabərdirsə y-i istəyir ordinatını. Gətirib yerinə x-in yerinə qoysaq 2 vur -4 üstə görə y bərabərdir 5-ə. -8 üstə görə y bərabərdir 5-ə. Y-də buradan tapırıq 3. 3 deyəndə 5 üstə görə 5 çıxaq. -8'ə. Buradan da y bərabər 5 üstə görə 8. O deyir 13. Deməli, ordinatı neçəyə bərabərdir? 13'ə. 75-ci sual. Deyək, bir təpəsi koordinat başlanğıcda olan. Bura K nöqtəsidir. Diagonal K4 0 nöqtəsində. Deməli, buramız 4'dür. Buradan bura qədər 4'dür. Bilir ki, kvadratın diagonalları 90 dərəcədə altında kəsilir. Burada 4 isə yarıya bölür. Burada 4'dür. Məsafə olaraq baxsaq. Deməli, AC məsafəsi 8'dir. Bilir ki, diagonalda sahə nə bərabərdir? Diagonalın kvadratının yarısına, yəni D kvadrat bölək 2'yə. Buradan tapırıq ki, AC-miz də D-yə bərabər olduğundan diagonala. 8'in kvadratı bölək 2, 64 bölək 2 eləyir 32. 76-cı sual. -3, 2x, ikisi bərabər 11-dən. Hər tərəf 2'yə bölsək, -1,5 kiçikdir. X-dən, o da kiçikdir. 5,5-dən. Bərabərsinin tam həlləri cəmini tapın. Bu ədədlər tam ödəyən ədədlər -1, 0, -1, 2, 3, 4, bir də 5'in özü. Çünki 5,5 5'dən böyükdür. Bunların cəmini istəyir.
Mənfi 1-dən müsbət 1-lər getdi. 0 da getdi. Qaldı 2-nin üstə üçgəndə 5, 10, 14. Cəmi bizə verir 14. 77-ci sual. Bizə kvadrat tənlif verib və bizdən modulda x minus y istəyir. Biz bunu modulda x minus y yaratmaq üçün bunların hər tərəfi alt-alta toplasaq, eləyir 2x kvadratdır. Çıxaq. Nə çıxaq oldu? 7-dən üstünə, mənfi 7-nin üstü üçgəndə eləyir mənfi 4. 4x y üstə gələk 2y kvadratı. 14 üstə gələk 4. Buradan 2 notda bura çıxarsaq, qalır x kvadrat çıxaq 2x y. Üstə gələk y kvadratı bərabərdir 18-ə. 2 vur, bu da bizə verir mötərizədə x minus y-in kvadratı bərabərdir 18-ə. X minus y-in kvadratı bərabərdir 18-ə 2-yə bölsək, hər tərəf 2-yə bölsək eləyir 9. Buradan da modulla x minus y bərabərdir müsbət 3-ə. Bizdən buradan tapırıq x çıxaq y bərabərdir müsbət mənfi 3-ə. Bizdən modul istədiyinə görə müsbət qiyməti götürdük. Cavabımız elədi 3. 78-ci sual. Bura AC BD çıxarda Y nöqtəsində kəsir. Bura 7, bura F-dir. BYC-nin tənböləni olarsa BYC-nin tənböləni olarsa bura alfa desə, burada alfadır. CYD 50 dərəcədirsə, qarşılıqlı bucaqlara görə də burada 50 dərəcədir. Və bizdən bucaq A YF istəyir, yəni 50 üstə gələk alfanı. Buradan alfanı tapmaq üçün də deyə bilərik ki, açıq bucağa görə 50 üstə gələk 2 alfa bərabərdir 180-a. 2 alfa bərabərdir 180-dən 50 çıxanda 130, alfa bərabərdir 65-ə. 2-yə bölsək, gətirib yerinə qoysaq 50 üstə gələk 65 bərabərdir 115 dərəcə. 79-cu sual. Bizə verib düzbucaqlı və hündürlük verib. A, B, C, D. B'm A, C. Burada baxış ki, M'dir. D'in burada N'dir. B'm 5-dirsə, bizdə də S üçbucaq BM N bərabərdir 60-a. AC bərabərdir suala. Necə yazılır? Bilirik ki, düzbucaq üçbucaqda diaqonala çəkilmiş hündürlüklər bərabərdir. Yəni BM bərabərdir DN. Bunun adı hər ikisi də 5-ə bərabərdir. Bura gətirəm, bura nədir? 90 dərəcədir. Bir də buranın sahəsini bura 5-də, buranın sahəsini 60 verdiyinə görə deyə bilək düzbucaqlı üçbucaqda S üçbucaq BM bərabərdir 2-də 1 MB vuraq MN-ə. 60 bərabərdir 2-də 1 vur 5 vur MN. Buradan 120 bərabərdir 5 MN-ə. MN də bərabərdir 24-ə. 24 tapsılıb bura. Bura bərabər dedikdə məsafələr. Hündürlüklər də bərabərdir və hündürlüklərin təpədən başlayan məsafələr də bərabərdir. Bura x isə bura da x-dir. Bizdən AC-ni istəyir. Bir də nəyə nəzərə sala bilərik? Bilirik ki, bunu qıraqdan çəksəm, üç bucağı ayırsaq, buradan çəkilən hündürlük A, B, M, C. Bura x demişdik. Bu hissəsi eləyir 24 üstə gələk 2. Bura nəzərən 24 üstə gələk 2. Buradan alınır ki, bura 5-dir. Bilirik ki, düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş hündürlük hipotenuzda ayırdığı parçaların hasilinə bərabərdir. Evqlidə görə, yəni 5-in kvadratı bərabərdir x vur 24 üstə gələk x-ə. Buradan 25 bərabərdir x kvadratı üstə gələk 24 x-ə.
Buradan x kvadratı üstəgələk 24x çıxaq 25 bərabər 0. X üstəgələk 25, x çıxaq 1 bərabər 0. Buradan x bərabərdir mənfi 25, x bərabərdir müsbət 1-ə. Bilir ki, məsafə mənfi ola bilməzliyinə mənfini götürmədik. X'imiz oldu 1. Bizdən də AC istədiyinə görə x üstəgələk 24 üstəgələk x bərabərdir 2 üstəgələk 24, bu da bərabərdir 26-ya. Doğru cavab 26. 80-cı sual. 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənindən qeyri-məqbul qiymət alanların fizikadan qeyri məqbul sayı 8. Deməli 24 şagirddən 8-i məqbul alırsa, qeyri-məqbul olsa, deməli qalanları fizikadan məqbul ala bilər. 16 dənə. Və hər iki fəndə məqbul qiymət alanların isə 9-dur. Kimya. Hər ikisindən məqbul olan 9-dur. 9 nəfər hər ikisindən məqbul alırsa, yalnız fizika fənindən məqbul qiymət alanların sayını tapın. Ümumi 16 nəfər məqbul alır fizika üzrə. Bundan hər ikisindən 9-u çıxsaq, 16 çıxaq 9 bərabər neçə? 7. Deməli 7 nəfər məqbul qiymət alır. Yalnız fizikadan. 81-ci sual. Cədvəldə 26 tələbənin riyaziyyat imtahanından topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin birincisinin 70-84, 2 tələbə seçilir. Birincinin 70-84 arası, ikincinin isə 85-99 bal arası nəticə göstərmiş tələbə olması ehtimalını tapın. Baxırıq, görürük ki, 70-84 arasında 75-dən 3, 82-dən 7 nəfər. 3 üstəgələk 7 bərabər 10 nəfər burada var. 85-dən 99 arası, 87 bir də 93. 10 buradan, 3 də buradan. Eləyir 10 üstəgələk 3, 13 nəfər. 13 nəfər buradan, 10 nəfər də buradandır. Birincinin ehtimalını tapsaq, P birincinin ehtimalı bərabərdir 26 şagird var. Onun birinci alma ehtimalı 26-da 10. Və bir nəfər seçilibsə, demək geri qaytarma şərtdə bu. Bir nəfər seçilib, geridə neçə nəfərimiz qaldı? 25 şagirdimiz. P ikinci ehtimalımız isə 26 şagird vardı. Birini çıxart, birini götürdük, geridə qaldı 25 şagird. 25 şagirddən neçəsi 87-93 arasıdır? 13 nəfər. Bizdən ümumi ehtimal istədiyinə görə P ümumi hadisə, yəni P-amız bərabərdir. P1-in ehtimalı, yəni birincinin ehtimalı vuraq P2-nin, ikincinin ehtimalına. 26-da 10 vuraq 25-də 13. 13 26 xısa get qaldı 2. Bu deyilir 10 bölək 50-yə. Bu da bərabərdir 5-də 1 və yaxud 0,2. Demək ehtimal ya 5-də 1 və ya 0,2. Bu qədər. Dinlədiyiniz üçün sağ olun.